Təcvid dərslərindən bugün ikinci dərs olacaq, sükun dərsi. Yəni buna ərəb dilində cəzm deyirlər. Yəni hərfin saitsiz oxunmağı. İndi isə bir-bir əlifba hərfləri üzrə demək ki, sükunlu hərflərin oxunmasına baxaq. Bismillahirrahmanirrahim. Əb, 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 ət, 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 əs, əs, əs. Beləliklə, əb, ət, əs oxuduqda burada hərflərin məxrəclərinə çox diqqətlə fikir vermək lazımdır. Əb dedikdə B hərfi bizim Azərbaycan dilindəki B hərfi, necə ki B hərfini biz deyirik, ərəblər də həmin cür deyir. Lakin B hərfi qütbüzət hərflər qrupuna aid olduğuna görə indi inşallah bunu gələcəkdə keçəcəyik. Daha dolğun şəkildə bunu bir qədər vurğulu şəkildə bu hərfi deyirik. Əb, əb şəklində biz bunu deyirik. Gəldi ət, ət, T hərfi bizim dilimizdəki T hərfi kimidir. Yəni bunun ərəb dilində də və Azərbaycan dilində bu hərfin məxrəcləri eyni çıxarılır. Əs, əs dedikdə burada S hərfi pərtəkdir və dilimiz iki dişlərin arasından xəfifcə şəkildə çıxarılaraq pərtək S hərfini demək lazımdır. Əcc, 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 cim hərfi ərəb dilində dilimizdəkindən fərqli olaraq biraz yumuşaq şəkildə, incə şəkildə nədir çıxarılır? Əcc şəklində yox, əcc şəklində çıxarılacaqdır. Onu da sizlərə ərz edim ki, cim hərfi qütbüzət hərflər qrupuna aid olduğuna görə bundan əvvəl sizlərə ərz etdim ki, inşallah gələcəkdə qütbüzət hərflərində bu hərfin daha da geniş şərh haqqında, qütbüzət hərflərin şərhi haqqında məlumat verəcəyik. Və burada əcc dedikdə C hərfinin azacıq İyə meyl etməsi nəzərdə tutulur və bu cür deyilir. Yenə təkrarlayıram. Əcc şəklində deyilir. Burada H hərfinin məxrəci boğazın ortasından nədir çıxarılır və dilimizdə belə bir hərf nədir? Yoxdur. Əx, X hərfini tələffüz edərkən boğazın yuxarı hissəsindən bu hərfin məxrəci çıxarılır. Yəni ərəb və Azərbaycan dillərində hərflərin demək olar ki, məxrəci eyni yerdəndir. Necə biz Xalid kəlməsini deyirik, o cürə də X hərfi nə olur? Tələffüz olunur. Gərək hərfin məxrəci düzgün yerdən çıxarılsın. Yəni boğazın yuxarı hissəsindən nədir? Çıxarılsın. Yenə də təkrarlayıram. X hərfini dedikdə yenə də təkrar olaraq ərz edirəm ki, X hərfi boğazın yuxarı hissəsindən nədir? Çıxarılır. Gəldik növbəti hərfə, dəl hərfinə. Dəl hərfi qütbüzət hərflər qrupuna aid olduğuna görə bir qədər bu hərf vurğulu şəkildə deyilir və az-acıq İyə meyilli şəkildə nədir? Deyilir. Sonra gəlir növbəti hərf bizdə Z hərfidir. Burada zəl hərfinin məxrəci demək dil iki dişin arasına girərək xəfifcə şəkildə pəltək Z hərfini demək lazımdır.
Əgər biz qiraət vaxtı, Quran qiraəti vaxtı bu sükunlarda dayanmasaq, ani sürətdə tormozlanma verməsək, onda zəl hərfinə bir əlavə i və ə hərflərinin gəlməsi eşidilir ki, bu da təcvid qaydalarının tamamilə ziddir. Təxminən 2 saniyə miqdarında, 2 saniyə ərzində bu hərfin üstündə neynəyəcəyik? Qalacaq. Əz şəklində deyib hərfin məxrəcini tələffüz edirik. Gəlir növbəti ra hərfidir bizdə. Ra hərfinin burada məxrəci dolu oxunacaq. Çünki radan qabaq gələcəkdə yenə ərz edirəm ki, bunun barəsində məlumat verəcəyik. Ra hərfindən qabaq fəthə gələrsə, ra hərfi qalın oxunur. Ra hərfinin məxrəci, dilin ucu yuxarı üst dişin altındakı ətə dəyməlidir. Və bu şəkildə deyilir. Bu ər şəklində deyilir. Gəlir bizdə zeyn hərfi, Azərbaycan dilindəki z hərfinin deyilişi kimidir, fərqi etməz. Həm ərəbcə, həm Azərbaycan dilində hərflərin məxrəci eynidir və bu şəkildə tələffüz edirik. Əz. Sonra gəlir sin hərfi, əs şəklində deyirik. Sin hərfinin də məxrəci Azərbaycan dilində olan sin sə hərfi kimidir. Ərəb dilində də və Azərbaycan dilində bu hərflərin məxrəci tamamilə eynidir. Və bir dənə də haşiyə çıxım ki, sin hərfini tələffüz edərkən bir incəlik də ondan ibarətdir ki, insanın gülümsəyərək aldığı bir vəziyyətdə s hərfini deməliyik. Əks təqdirdə biz sad hərfinin məxrəcini eşidəcəyik. Ona görə də bu şəkildə deyirik. Əs şəklində deyirik. Sonra şin hərfi gəlir. Şin hərfinin sükunlu oxunuşu dilimizdəki ş hərfi kimi tələffüz olunur. Əş şəklində tələffüz olunur. Sonra sod hərfi gəlir bizdə. Sod hərfinin məxrəci dilin kökü yuxarı qaldırılaraq dolu şəkildə sod hərfini deməliyik. Əs şəklində deyirik. Sonra bizdə gəlir dot hərfidir bu. Yəni dot hərfini demək tələffüz edərkən dilimiz yaxşı olar ki, sol tərəfdəki 2 dişin arasına girərək z və d hərflərinin qarşılığı şəklində deyilir. Sad da qalın hərfdir. Bir şey unutdum sizlərə demək. Sad da qalın hərfdir. Vod da qalın hərflər qrupuna aiddir. Buna təcvid elmində istilah hərfi deyilir. Amma müasir ərəb dilində buna enfatik samitlər də adı verilmişdir. Və bu şəkildə deyilir. Əddu şəklində deyilir. Sonra gəlir ta hərfi, sükunlu ta hərfinin məxrəci dil yuxarı damağa doğru qaldırılaraq damağa dəyər və dəyməz vəziyyətdə qalın ta səsini çıxarırıq. Ta hərfi qütbüzət hərflər qrupuna aid olduğuna görə, onu da bir vurğulu şəkildə deyirik. Və ta hərfinin dedikdə qütbüzət hərfi olduğuna görə bu hərf az-acıq uya meyillidir. Və bu şəkildə deyirik. Əddu şəklində deyəcəyik. Gəlir va hərfi, ta hərfi də, onu da sizlərə ərz edim ki, istilah hərflər qrupuna aiddir. Yəni qalın hərflər qrupuna aiddir.
Gəlir za hərfi. Za hərfinin məxrəci dil yuxarı damağa doğru qalxaraq za hərfini deməliyik və bu da istilah hərflər qrupuna aiddir. Və bu şəkildə deyəcəyik. Əz, əz, əz şəklində deyəcəyik. Bizdə gəlir ayn hərfi. Ayn hərfi incə samitlər qrupuna aiddir. Ayn hərfinin məxrəci boğazın ortasından çıxarılır və bu şəkildə deyilir. Demək bu partlayış, xüsusi bir gərginlikli və partlayışlı bir vəziyyətdə ayn hərfinin məxrəci çıxarılır və dediyimiz kimi boğazın ortasından çıxarılacaq. İfrata və təfritə varmadan bu hərfin məxrəcini deyəcəyik. Ə, ə, ə şəklində deyib, demək ki, məxrəcini çıxarırıq. Qayn hərfi, bu hərfin məxrəci boğazın yuxarı hissəsindədir. Qayn hərfindən fərqlidir. Bu hərfləri bir-birinə qarışdırmaq olmaz. Qayn hərfi boğazın ortasından, qayn hərfi isə boğazın yuxarısından çıxarılır və bu şəkildə deyirik. Əğ, 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 qayn və xa hərflərinin məxrəci demək olar ki, eyni yerdən çıxarılır, boğazın yuxarısından. Sonra gəlirik fə hərfi. Fə hərfinin məxrəci yuxarı dişlərlə alt dodağın arasından biz bu hərfin məxrəcini çıxaracağıq və dilimizdəki fu hərfi kimi deyiləcək. Əf, əf, əf şəklində deyəcəyik. İndi gəlir qaf hərfi. Qaf hərfi qalın hərflər qrupuna aiddir və bir qədər Azərbaycan dilindəki hərfdən q hərfindən tamamilə fərqlidir. Qaf hərfinin məxrəci dilin sonu və dilçəyin əvvəlindədir və qaf hərfi sükunla oxunduqda, çünki bu qutbicət, qaf hərfi qutbicət hərflər qrupuna aid olduğuna görə bir qədər vurğulu şəkildə oxunacaq və az-acıq uya meyilli şəkildə olacaq. Və aşağı belə demək tələffüz edəcəyik. Əqqu, əqqu, əqqu şəklində deyib tələffüz edəcəyik. Gəldik kəf hərfi. Kəf hərfinin məxrəci dilin sonu və dilçəyin axır hissəsindədir. Qaf hərfinin məxrəci dilin sonu və dilçəyin əvvəlindədir, amma kəf hərfinin məxrəci dilin sonu və demək dilçəyin axırındadır və bu şəkildə deyəcəyik. Ək, ək, ək şəklində deyəcəyik. Sonra gəlir bizdə ləm hərfi. Ləm hərfi incə samitlər qrupuna aiddir və onu çox yumuşaq şəkildə hərfin məxrəcini çıxartmalıyıq. Əl, əl, əl şəklində deyib məxrəcini çıxarırıq. Ləm hərfi ağız boşluğunda deyilən hərflər qrupuna aiddir. Gəlir mim hərfi. Mim hərfi Azərbaycan dilindəki olan mi, m səsi kimi deyilir və ərəb dilində biz bunu ifadə edəndə mim hərfini deyib ağzımızı mütləq yummalıyıq ki, hərfdə qəlqələ xüsusiyyətləri olmasın. Əm, əm, əm şəklində deyib məxrəcini çıxarırıq. Gəlir nun hərfi. Nun hərfinin məxrəci burunda açıq şəkildə, izhar şəklində çıxarılır və bu cür şəkildə deyilik. Ən, ən, ən şəklində deyəcəyik. Sonra gəlir vəv hərfi. Vəv hərfinin məxrəci dodaqlarımız qönçə şəklini alaraq vəv hərfini deməliyik. Burada əslində bu əv kimi, kökdə əv kimi oxunmalıdır, amma demək bu diftonq olduğuna görə
bunu əo, əo şəklində oxuyacağıq. Çünki əo şəklində oxuyanda həm dilə yatımlı və həm də tələffüzü çox asanlıqla olur. Ona görə də bunu çox incə şəkildə çıxartmalıyıq məxrəcini. Bəzi vaxtlar Quran oxuyanlar bunu ao şəklində deyir ki, bu da tamamilə təcvid qaydalarına ziddir. Əo, əo, əo şəklində incə şəkildə bu hərfin neynirik, məxrəcini çıxarırıq. Əhü dedikdə bu hə hərfinin məxrəci boğazın aşağı tərəfindədir. Həni aşkar şəkildə neynəməliyik? Bildirməliyik. Azərbaycan dilindəki hə hərfi kimidir? Sonra gəldi bizdə əy, əy, əy. Azərbaycan dilindəki yə hərfinin məxrəci kimi də bu da çıxarılır və yə hərfi də bizdə incə samitlər qrupuna nədir? Aiddir. Sonra növbəti dərsimiz gəlir. İnşallah şəddə. Yəni şəddə dedikdə bir hərfin qoşalaşaraq 2 dəfə oxunmasına deyilir. İndi baxaq. Ammə, ammə. Burada ammə dedikdə ayn hərfinin məxrəcini izhar edirik boğazın ortasından. Mim hərfi, buna ğunnə hərfi deyirlər. Burun daxilində 2 saniyə müddətində hərf sıxılaraq demək hərfin məxrəci nə olmalıdır? İzhar olmalıdır. Ammə, ammə şəklində deyib tələffüz edirik. Sonra gəldi nəmmə, nəmmə, nəmmə şəklində deyib neynirik? Hərflərin məxrəclərini çıxarırıq. Burada yenə də mim hərfi ğunnə olacaq. Burunda 2 saniyə müddətində sıxılacaq, amma uzadılmayacaq. Bəzi vaxtlar bunu Quran oxuyaraq nəmmə şəklində oxuyurlar ki, bu da təcvid qaydalarına ziddir. Sonra gəlir burada zəllə, zəllə, zəllə. Burada zə və ləm hərfləri incə samitlər qrupuna aid olduğuna görə hər iki hərfi çox incə şəkildə neynirik? Çıxarırıq. Lə hərfi ağız boşluğunda deyilir. Zəllə, zəllə, zəllə şəklində deyirik. Sonra gəlir bizdə dəllə. Hər iki hərf incə samitlər qrupuna aiddir. Dəllə, dəllə. Sonra fəkkə, fəkkə. Hər ikisi incə samitlər qrupuna nədir? Aiddir. Həm fə və həm də kəf hərfi incə samitlər qrupuna aiddir. Yenə də deyirəm, fə hərfinin məxrəci demək, yuxarı dişlərlə alt dodağın arasında olacaq fə hərfinin məxrəci. Kəf hərfinin məxrəci isə dilin sonu və dilçəyin axır hissəsindədir. Sonra bizə gəlir nə? Şəmmə, şəmmə. Şin hərfi incə samitlər qrupuna aiddir. Mim hərfi də demək ğunnə olacaq. Burun daxilində 2 saniyə müddətində sıxılacaq və 2 saniyə müddətində dediyimiz kimi saxlanılmalıdır. Və bir də deyirəm, şəmmə, şəmmə şəklində deyib tələffüz edirik. Sonra gəlir kəttəbə, kəttəbə. Kəf hərfi incə samitlər qrupuna aiddir. Tə hərfi incə samitlər qrupuna aiddir. Bə hərfi incə samitlər qrupuna aiddir. Demək, tə hərfi şəddəli olduğuna görə bunu 2 qat oxuyacağıq. Kəttəbə, kəttəbə şəklində deyib oxuyuruq. Sonra gəlir abbədə, abbədə.
Ayn hərfi dediyimiz kimi boğazın ortasından çıxarılır. İncə samitlər qrupuna aiddir. B hərfi də incə samitlər qrupuna aiddir. Dəl hərfi də incə samitlər qrupuna aiddir. Abbədə, abbədə şəklində deyib tələffüz edirik. Sonra gəlir bizdə nə? Nəzzələ, nəzzələ. Nun hərfi, zeyn və ləm hərfi incə samitlər qrupuna aiddir. Hər üç hərfin miqdarı incə şəkildə çıxarılır. Sonra gəlir dərrasə, dərrasə. D və sin hərfləri incə samitlər qrupuna aiddir. Lakin ra hərfi bizdə qalın oxunacaq. Dərrasə, dərrasə. Bəzi vaxtda Quran oxuyanlar ra'nın asını sinə verirlər. Yəni qalınlığı sinə verirlər. Bu şəkildə oxuyurlar. Darrasa. Bu da təcvid qaydalarına tamamilə ziddir. Hər hərfin məxrəcini fəthə ilə bir yerdə dəqiq və incə şəkildə çıxartmaq lazımdır. Dərrasə, dərrasə şəklində deyib tələffüz edirik. Sonra xarracə, xarracə. Xa hərfi və ra hərfi qalın hərflər qrupuna aiddir. Cim hərfi isə incə samitlər qrupuna aiddir. Xa qalın, ra. Xa qalın, ra qalın və cim hərfi də incə samitlər qrupuna aiddir. Xarracə, xarracə şəklində deyib tələffüz edirik. Sonra gəlir ta'amə. Ta hərfi qalın hərflər qrupuna aiddir. Ayn hərfi incə samitlər qrupuna aiddir. Mim hərfi isə incə samitlər qrupuna aiddir. Ona görə hər hərfin tələffüzünü ayrı-ayrılıqda çox incə şəkildə çıxartmaq lazımdır. Məsələn, ta'amə, ta'amə. Bəzi vaxtlar bunu Quran oxuyanlar ta'amə şəklində oxuyurlar ki, talın qalınlığını ayn hərfinə verirlər. Bu da təcvid qaydalarına tamamilə ziddir. Ta'amə, ta'amə şəklində deyib tələffüz edirik. Sonra gəlir bizdə nə? Zəbbəhə, zəbbəhə. Zə, bə və hə hərfləri incə samitlər qrupuna aiddir. Z hərfi pəltək, B hərfi adicə dilimizdəki bu hərfidir. Hə hərfi isə boğazın ortasından nədir? Çıxarılır. Zəbbəhə, zəbbəhə şəklində deyib bunu məxrəclərini çıxarırıq. Sonra gəlir səkkənə, səkkənə. Üçü də incə samitlər qrupuna aiddir. Sin hərfi bizim dilimizdəki s hərfi kimidir. Kəf hərfinin məxrəci demək dilin sonu və dilsəyin axırındadır. Nun hərfi də dilimizdəki n hərfinin məxrəci kimidir. Səkkənə, səkkənə şəklində deyib məxrəclərini çıxarırıq. Sonra gəlir həssənə, həssənə, həssənə. Hə hərfinin məxrəci boğazın ortasından çıxarılır. Sin hərfi dilimizdəki s hərfi kimidir. Nun hərfi də dilimizdəki nun hərfinin məxrəci kimidir. Həssənə. Sonra gəlir bizdə nə? Məddədə, məddədə. Üçü də incə samitlər qrupuna aiddir. Sonra gəlir bizdə nə? Şərrahə, şərrahə. Burada şin və hə hərfləri ə şəklində oxunacaq. Ra'nın üstündəki bu fəthə isə qalın oxunacaq. Ona görə bunları çox dəqiq şəkildə məxrəclərini çıxarırıq. Şərrahə, şərrahə şəklində deyəcəyik. Gəlir bizdə nəqqalə, nəqqalə.
nun hərfi incə samitlər qrupuna aiddir. Qaf hərfi demək qalın hərfdir, istila hərfidir. Lə hərfi isə incə samitlər qrupuna aiddir. Nəqqalə, nəqqalə. Bəzi vaxtlar isə qaf hərfinin qalınlığı ləm və nun hərflərinə verilir ki, bu da təcvid qaydalarına ziddir. Şəbbəhə, şəbbəhə. Şin hərfi incə samitlər qrupuna aiddir. Bə hərfi də incə samitlər qrupuna aiddir. Hə hərfi də incə samitlər qrupuna aiddir. Yenə oxuyuram. Şəbbəhə, şəbbəhə, şəbbəhə. Sonra kərrara, kərrara. Kəf hərfi incə samitlər qrupuna aiddir. Ra hərfi qalındır. Bu da ra hərfi də bu da qalın oxunacaq və kərrara şəklində oxunacaqdır. Bugünkü dərsimiz bura qədər. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.